Salam dostlar. Bugün sizə Hay-Hay əsrin ən qanlı və ən məşhur müharibələrindən biri haqqında danışacağam, Vyetnam müharibəsi. Bu müharibə sadəcə bir ölkənin daxili işləri deyildi. O, bütün dünyanı dəyişdirdi. Amerika Birləşmiş Ştatlarının xarici siyasətini, gənclərin düşüncə tərzini, medianın gücünü və hətta kinonun inkişafını. Bəziləri bunu Amerikanın Vyetnamı, bəziləri Vyetnam xalqının mübarizəsi, bəziləri isə soyuq müharibənin ən isti müharibəsi adlandırır. Bu video boyunca siz müharibənin səbəblərini, əsas hadisələrini, ən qanlı döyüşlərini, evdəki etirazları, kimyəvi silahları, MY qətliamını, TET hücumunu və nəhayət müharibənin necə bitdiyini öyrənəcəksiniz. Hazırsınızsa başlayaq. Vyetnam uzun illər Fransanın müstəmləkəsi idi. 1940-cı illərdə Yaponiya işğal etdi. Sonra o dünya müharibəsindən sonra fransızlar yenidən qayıtdı. 1945-ci ildə Ho Chi Minh adlı kommunist lider Vyetnamın müstəqilliyini elan etdi. Lakin Fransa bunu qəbul etmədi və 1946-cı ildə 1-ci İndokina müharibəsi başladı. 1954-cü ildə Dien Bien Phu döyüşündə fransızlar ağır məğlubiyyətə uğradı və Cenevrə konfransı keçirildi. Vyetnam müvəqqəti olaraq 17-ci paralel boyunca iki yerə bölündü. Şimal, kommunist Ho Chi Minh rəhbərliyində Şimali Vyetnam. Cənub, anti-kommunist rejim, Cənubi Vyetnam. Razılığa əsasən 1956-cı ildə bütün Vyetnamda ümumi seçki keçirilməli idi. Lakin Cənubi Vyetnamın prezidenti Ngo Dinh Diem bu seçkini keçirmədi, çünki Ho Chi Minhin qalib gələcəyini bilirdi. Beləliklə, kommunist Vietkong partizanları cənubda üsyan qaldırdı. 1959-cu ildə Ho Chi Minh yolunu məşhur HCM Trail yaratdı. Şimaldan cənuba silah və əskər daşımaq üçün uzun və çətin yol. Amerika niyə müdaxilə etdi? Amerika Birləşmiş Ştatları domino nəzəriyyəsi nə inanırdı? Əgər Vyetnam kommunist olarsa, bütün Cənubi Şərqi Asiya, Laos, Kamboca, Tayland, Malayziya və bir-birinin ardınca kommunistlərin əlinə keçəcək. 1961-ci ildə Prezident John F. Kennedy ilk hərbi məsləhətçiləri göndərdi. 1963-cü ildə Diem devrildi və öldürüldü ABŞ-ın dəstəyi ilə. 1964-cü il avqust ayında Tonkin körfəzi hadisəsi baş verdi. Rəsmi versiyaya görə Şimali Vyetnam gəmiləri Amerika eskadrasına hücum etdi. Bu hadisədən sonra Konqres Prezident Lyndon B. Johnsona geniş səlahiyyətlər verdi. Tonkin qətnaməsi. 1965-ci il mart ayında ABŞ ilk dəfə olaraq Vyetnama böyük sayda qoşun göndərdi. Rolling Thunder əməliyyatı ilə Şimali Vyetnama kütləvi bombardman başladı. 1968 TET hücumu. Ən mühüm hadisələrdən biri. Vietkong və Şimali Vyetnam ordusu yeni il bayramı zamanı TET bütün Cənubi Vyetnamda eyni vaxtda hücuma keçdi. Hətta Saigon səfirliyinə hücum etdilər. Hərbi cəhətdən Vietkong ağır itki verdi, amma psixoloji cəhətdən ABŞ üçün böyük məğlubiyyət oldu. Amerikalılar televizorda Vyetnam ordusunun belə güclü hücum edə bildiyini görəndə şoka düşdü. Əgər biz qalib gəliriksə, niyə onlar hələ də belə güclüdürlər? Sualı doğuldu. MY qətliamı 16 mart 1968. Amerika əskərləri bir kənddə 500-dən çox silahsız mülki vətəndaşı, qadın, uşaq, qoca qətlə yetirdi. Bu hadisə mediada açıqlananda bütün Amerika etirazlara qalxdı. 1960-cı illərin sonu, ABŞ-da kütləvi anti-müharibə hərəkatı başladı. Kent State Universitetində tələbələrə atəş açıldı. 1970. Draft məcburi hərbi xidmət yandırılması aksiyaları. Məşhur musiqiçilər Bob Dylan, Joan Baez, Jimi Hendrix müharibəyə qarşı mahnılar yazdılar. Michael Lowe, Not Ar şüarı bütün dünyanı dolaşdı. Müharibə ilk dəfə olaraq canlı televiziya müharibəsi oldu. Axşam xəbərlərində hər gün ölən Amerikalı əskərlərin sayı göstərilirdi. Bu, ictimaiyyətin dəstəyini sürətlə azaltdı. Kimyəvi silahlar və ekoloji fəlakət 27:00 29:30. ABŞ Agent Orange adlı defoliant yarpaq tökən maddə istifadə etdi. Milyonlarla hektar meşə və əkin sahəsi məhv edildi. Bu maddədə olan dioksin hələ də Vyetnamda doğulan uşaqların əksəriyyətində ağır xəstəliklərə, xərçəng, əl-ayaq deformasiyası səbəb olur. Napalm bombaları da geniş istifadə edildi.
Məşhur fotoşəkil 9 yaşlı qız Pan Thi-Kim Puc napalm yanğısından qaçır. Nixon dövrü və Vyetnamlaşdırma siyasəti 29-30-34-00 1969-cu ildə Prezident Richard Nixon hakimiyyətə gəldi. O, Vyetnamlaşdırma siyasəti elan etdi. Cənubi Vyetnam ordusunu gücləndirib, Amerika qoşunlarını yavaş-yavaş çıxarmaq. Eyni zamanda Kambocaya və Laos ərazisinə gizli bombardmanlar başladı. Bu, Kambocada Pol Pot rejiminin Qırmızı Khmerlər güclənməsinə səbəb oldu. 7. Son mərhələ və məğlubiyyət 34-00-40-00 1973-cü il yanvar, Paris sülh müqaviləsi imzalandı. Amerika qoşunları çıxarıldı. Lakin 1975-ci il aprel ayında Şimali Vyetnam ordusu böyük hücuma keçdi. 30 aprel 1975-ci ildə Saigon, indiki Ho Chi Minh şəhəri düşdü. Məşhur görüntülər, Amerika səfirliyindən son helikopterlə qaçan insanlar. Müharibə rəsmi olaraq bitdi. Vyetnam birləşdi və sosialist respublika oldu. Rəqəmlər və itkilər. Amerika 58-220 hərbi qulluqçu öldü, 300 mindən çox yaralandı. Cənubi Vyetnam təxminən 250.000 əskər, 1 milyon mülki. Şimali Vyetnam və Vietkong 1 milyon 100 mindən çox əskər. Mülki itkilər ümumi 2 milyon nəfərə yaxın, bəzi mənbələr 3-4 milyon deyir. Nəticə 40-00 son. Vyetnam müharibəsi Amerikaya Vyetnam sindromu gətirdi. Uzun illər xarici müdaxilədən qorxmaq. Vyetnam xalqı üçün isə bu, müstəqillik və birləşmə uğrunda 30 illik mübarizənin zirvəsi idi. Bugün Vyetnam sürətlə inkişaf edən ölkədir və ABŞ-la münasibətləri yaxşıdır. Bu müharibə bizə göstərdi ki, hərbi güc həmişə qalib gəlmir. Xalqın iradəsi və torpaq uğrunda mübarizə çox vacibdir. Media və ictimai rəy müharibənin gedişini dəyişə bilir. Əgər bu video sizə xoş gəldisə, lik etməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Hansı mövzunu növbəti dəfə işləməyimi istəyirsiniz? İkinci Dünya müharibəsi, Koreya müharibəsi, yoxsa başqa bir tarixi hadisə? Təşəkkürlər ki, izlədiniz. Görüşənədək.